Ulduz reyting layihəsi ilə bağlı qısa şəkildə informasiya vermək istəyirəm sizə. Belə ki, həmin layihə çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları müxtəlif ictimai yaşayış obyektlərində qiymətləndirmələr keçirirlər və onun nəticələrinə uyğun olaraq, təbii ki, müəyyən norma və kriteriyalar var. Nəticələrə uyğun olaraq həmin müəssisələr 3, 4 və 5 ulduzla qiymətləndirilir. Ümumi məlumatlardan sonra detalları öyrənmək üçün elə Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Samir Mehralı bizlə canlı bağlantıdadır və suallarımızın hər birini onu ünvanlayacaq. Salam Samir bəy. İlk növbədə bu məqama toxunaq ki, nə qədər sahibkar bu proseslə bağlı müraciət edib, neçəsində qiymətləndirmə aparılıb və proses sahibkarlara nə vəd edir, nə üçün keçirilir bu proses? İlk öncə qeyd etmək istəyirəm ki, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən Ulduz reyting layihəsi Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair dövlət proqramının müvafiq bəndinin icrası məqsədi ilə həyata keçirilir və eyni qaydada bu layihə çərçivəsində indiyənə kimi 100-dən artıq müraciət daxil olmuşdur və bu müraciətlər Azərbaycanın 10 regionunu əhatə eləyir və bunlar arasında da artıq 50-dən 51, daha dəqiq desək, ictimai yaşayış müəssisəsinə qiymətləndirmə aparılmışdır və ardıcıllıqla da artıq onlara öz sertifikatları, ulduz nişanları təqdim olunacaqdır. Bəs nə üçün keçirilir bu proses? Yəni nəticə olaraq 5 ulduz alanla 3 ulduz alan arasında hansı fərqlər var? Nə əsasında təyin olunur? Layihənin əsas mahiyyəti ondan ibarətdir ki, burada əsas qida sahəsində fəaliyyət göstərən ictimai yaşayış müəssisələrinin risk göstəriciləri əsasında qiymətləndirilməsidir. Və bu çərçivədə hər bir ictimai yaşayış müəssisəsində qida təhlükəsizlik tələbləri, standartları hansı şəkildə tətbiq olunur və hansı səviyyədə bu tətbiq prosesi baş tutur, bu qiymətləndirilir və bunun nəticəsində də 3, 4 və 5 ulduzla qiymətləndirilir. 3 ulduz üçün minimum tələblər artıq müvafiq, belə deyək, minimum keyfiyyət tələbləri orada əsas götürülür. Eyni qaydada 4 ulduzda ən yaxşı gigiyena və ən yaxşı istehsalat təcrübələri nəzərdə tutulur. Əgər bu tələblər orada yerinə yetirilibsə, artıq 4 ulduzla qiymətləndirilir. 5 ulduz üçün isə HASP sisteminin qurulması, əgər orada tətbiq olunubsa və işlək vəziyyətdədirsə, bu artıq 5 ulduzu almaq üçün kifayət edir. Təşəkkür edirik Samir bəy, çatdığınız detallı məlumatlara görə və bir məqamı da vurğulayaq ki, həmin belə deyək, ulduz qiymətləndirməsi 1 illik müddəti əhatə edir. Yəni 1 ildən sonra yenidən müraciət oluna bilər. Hələ ki, son informasiyalarımız bundan ibarət idi. Sözü yenidən sizə ötürürük.